Salam və vaxtınız xeyir olsun yoldaşlar, hər biriniz xoş gördük. Bazar günü kursumuza keçirilən sınavın izahına baxaq. Mətnlərə əsasən tam uyğunluğu müəyyənləşdirmək lazımdır. Baxaq. Qartal ağacda oturub dincəlir və heç nə etmirdi. Balaca dovşan qartalı görür və soruşur. Olar mən də sizin kimi oturum, heç nə etməyim. Əlbəttə olar. Niyə də yox? Qartal cavab verir. Dovşan ağacın altında oturub dincəlməyə başlayır. Birdən haradansa tülkü çıxır və dovşanı tutub yeyir. İkinci. Metafor təşbih ilə qarışdırma olmaz. Hər ikisi müqayisə bənzətmə əsasında düzəldiyi üçün bəzi onları fərqləndirmək çətindir. Metaforda qarşılanan tərəflərdən biri iştirak etmir, yəni təşbehdə müqayisə olunan predmetlərdən hər ikisinin adı çəkildiyi halda metaforda yalnız birinin adı çəkilir. Birinci verilən bədii, ikinci veriləndə daha çox elmi üsuldan əlaqəli bir mətnimizdir. Ekspressivdən istifadə olunmaq, bu bədii üsulun özəlliyidir. Bunu birinciyə yazmış oluruq. Bəzi sözlərin poetik funksiya daşıması, bu da eləcə bədii üsulun özəlliyidir. Onu aid eləmiş oluruq. Nəsə diri şəklində təzahür edərək poetizmlərdən istifadə edilmişdir. Bədii üslubun xüsusiyyətidir. Sözlər əlavə məna çalardan itirərək təkmənalıq kəsb edir. Bu, elmi üslubun özəlliyidir əsasən. Sözlərin iki fərqli funksiyasından, informativ və terminoloji funksiyasından istifadə edilmişdir. Onu da ikinciyə yazırıq. Təsviri və analitik şərhlər əsas yer tutur. Bu, publisik üslubla bağlı bir fikirdir. Heç birinə yazmırıq. Cavab olar C. 2. Hansında baş cümlə budaq cümlədən öncə işlənmişdir? Onu müəyyənləşdirməmiz lazımdır. Baxırıq ki, A-da verilən nümunədə o yerdə ki, eləcə də C-də verilən nümunədə o vaxt ki ifadələr var bunlar. Bağlayıcı sözlərdir. Bağlayıcı söz var. Budaq cümlə baş cümlədən öncə gəlmiş olur. Ananca bizim cavabımız ola bilməz. Daha sonra kəndə çatmışdım ki, yenidən şəhərə çağırdılar. Zaman budaq cümləsidir. Kəndə yenicə çatmışdım şəklində işlədə bilirik və onun vasitəsilə də zaman olduğunu müəyyənləşdirmək mümkündür. Həmçinin baxsaz, yenidən şəhərə çağırdılar. Nə zaman? Kəndə çatanda. Sual ikinci tərəfdən çıxmış olur. Demək, budaq cümlə birinci gəlmişdir. Eyni məntiq E'dədir. Kursa yeni girmişdim ki, zəng vuruldu. Bunların hər birində budaq birinci, baş ikinci gəlmişdir. Amma D variantında baş birinci, budaq ikinci gəlmişdir. Burada yenicə ifadəsi səni aldatmasın. Çünki yenicə, indicə, təzəcə tipli nümunələr zaman budaq cümləsində budaq cümlənin öncə gəlməyinə kömək edən bir vasitədir. Digərlərinin üçün belə bir kömək edici vasitə deyil ki, budağın başın yerini tapasan. Yenicə bilirəm, sual çıxır nəyi? Cümlə tamamlıq budaq cümləsidir. Əvəzi qəlib işlənməyib, budaq birinci yox, ikinci gəlib, baş isə birinci gəlmişdir və cavab olur D variantı. Üçüncü sual. Mətnə nöqtələrin yerinə hansı fikir yazılsa məzmun və ideya baxımından uyğun olar? Demək, bir kəndli kiçik bir küpəyə bal töküb hər gün satır, amma axşamdan satmadan evə qayıtmış olur. Bundan narahat olan arvad əlinin arxasınca düşüb onu güdür. Görür ki, kişi üz gözündən zəhrimar yağa-yağa bal deyə qışqırır. Kişi yenə də balını satmadan evə dönəndə arvadı deyir. Mən bilirəm sən niyə balını sata bilmirsən. Çünki sənin dilin bal satır, üzün sirkə satır. Mətnin ümumi məzmununa görə uyğun gələcək fikrimiz budur. Çətin bir tərəfi yoxdur əslində mətnin. Dördüncü sual. Mətnin məzmunla bağlı hansı fikirlərin doğru olduğunu müəyyənləşdirmək lazımdır. O saatda yuxuya getdi. Baxsaz əvvəldə 3 nöqtə qoyulu və ixtisar var. Yuxuda uşaq ikən sahillərində gəzdiyi Afrikanı gördü. Sarımtıl qumsallıq qızı rəngə çalırdı. Ağ, yassı təpələr adamın gözünü qamaşdırırdı. Qonur qayalar sanki birbaşa dənizin içində baş qaldırmışdı. Əzəmətli dağlar hamısı qəhvə rəngdə idi və bu yerlər hər gecə qocanın yuxusuna girirdi. O, yuxusunda dənizin kənarı ilə sahil boyunca o baş bu başa gəzir, qayaların ətəni şiddətlə döyəcləyən dalğaların qəzəbli gürültüsünü eşidirdi. Yerli tayfaların suları yara-yara dalğadan dalğaya atlanan xırda qayıqlarını görür, gəmilərə xas olan qatran və şoranlıq qoxusunu açıq-aydın duyurdu. Afrikanın içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi. Mətnlə bağlı biz doğruları tapırıq. Təsvir edilən hadisələr yalnız bir gecəlik yuxu epizodudur və təkrarlanmır. Bu yanlış bir fikirdir. Çünki nə deyirdi? Qoca deyir ki, hər gecə bunları təkrar görmüş olurdu. Mətnin məzmununda da həmin hər gecə məsələsini təkrar görə bilirik. Ona görə bu yanlışdır. Müəllif Afrika təbiətini təsvir edərkən rəng paletasından məharətlə istifadə edilmiş olur. Bəli, müəyyən rəngarəngliyi, fərqli rəng təsvirlərini görə bilirsən. Bu yuxular qocanın hal-hazırda yaşadığı məkandan narazılığını və keçmişə həsrətini göstərir. Düzdür, keçmiş həsrəti var. Amma biz hal-hazırki məkandan narazıdırmı? Bunu görə bilmirik. Yuxu epizodu poetik metaforik elementlərlə təqdim olunmuşdur. Bəli, məcazi şəkildə müəyyən bənzətmələrlə təqdim olunmuşdur. Mətndə görmə, eşitmə, iyi alma hissləri bir araya gələrək tam həyatı təsvir formalaşdırır. Təbii ki, diqqətə baxsaz, yuxu görməyi var. Həmçinin açıq-aydın qoxunu duymaq məsələsi var. Suların səsini eşitməyə məsələsi var idi. Məsələn, bunların hər biri bu verilənləri ümumiləşdirməyinə kömək eləmiş olur. Cavab C. 5-ci sual. Klasterin hallarında verilmiş fikirlərdən yalnız ikisini ödəyən cümləni tapmaq lazımdır.
Sən nə qədər ki dünyada yaşayırsan, həyatın gerçəkliklərini qəbul etməlisən. Bu cümlə tabeli mürəkkəb cümlədir. Nə qədər ki bağlayıcı sözdür, budaq birinci, baş ikinci gəlmişdir. Sual əvəzli işlənən mürəkkəb cümlədir, düz deyil. Mübtəda işlənsə də tamamlıq işlənməmişdir. Qəbul etməlisən nəyi? Həyatın gerçəkliklərini. Burada mübtədamız var, həm də tamamlığımız var. Məsdər tərkibi işlənmiş müəyyən şəxsi sadə cümlədir. Bu cümlə tabeli mürəkkəb cümlədir. Buna biz sadə cümlə deyə bilmərik. Yalnız ikisini ödəyən dediyinə görə anlattım kənara. Köroğlu uzun yoldan gəldiyi üçün həm acımışdı, həm də burada dincəlmək istəyirdi. Baxırıq burada dincəlmək istəyir cümlənin xəbəridir. Bu cümlə həmcins xəbərli sadə cümləmizdir. Mürəkkəb cümlə deyil. Mübtəda işlənsə də tamamlıq işlənməmişdir. Bəli, mübtəda var, tamamlıq yoxdur, amma məsdər tərkibi yoxdur. İkisini ödəmədiyinə görə beni də kənara qoyduq. Daha sonra elm təkcə bilik deyil, həm şuurdur, həm də bilikdən necə istifadə etməyi öyrədəndir. Elm bilik deyil, elm şuurdur, elm bilikdən necə istifadə etməyi öyrədəndir. Həmcins xəbərli sadə cümlədir. Mübtəda işlənib, amma tamamlıq işlənməmişdir. Çünki bilikdən necə istifadə etməyi öyrədəndir. Hamısı bir yerdə feil-sifət tərkibi xəbər mövqeyindədir. Burada bilikdən sözü və ya necə istifadə etməyi fərq eləmir. Bunlar müstəqil şəkildə cümlə üzrolunda çıxış eləmir. Sual əvəzliyi işlənən mürəkkəb cümlədir. Bu nümunəmiz sual əvəzliyi işlənən mürəkkəb cümlədirmi? Baxaq. Həmcins xəbəri sadə cümlədir bu cümlə. Ona görə bunu atdıq kənara. Az öncə demişdik. Məsdər tərkibi işlənən müəyyən şəxsi sadə cümlədir. Bu doğru bir fikirdir. Çünki bilikdən necə istifadə etmək məsdər tərkibidir. Bu məsdər tərkibi də öyrədən feil-sifət nas tərəfində gəlmiş olur. Yəni feil-sifət tərkibinin nasıl tərəfi məsdər tərkibi ilə ifadə olunmuş olur. Buna görə C variantı bizim şərtimizi ödəyir. Müəllim uşaqları çağırdı və kimin sabah ekskursiyaya gedəcəyini açıqladı. Yenə ikisini ödəyəcək fikir tapmaq lazımdır. Müəllim çağırıb, müəllim açıqlayıb. Bu cümlə həmcins xəbərli sadə cümlədir, mürəkkəb cümlə deyil. Daha sonra açıqladı nəyi? Kimin sabah ekskursiyaya gedəcəyini. Tamamlıq işlənmişdir bu cümlədə. Bunu da atdım kənara, ikisini ödəməyəcək. Gələcəyi düzəltmək üçün bugünkü gənclərin necə böyüdüyünü anlamalıyıq. Baxırıq, bu cümlə sadə cümlədir, mürəkkəb cümlə deyil. Gələcəyi düzəltmək məsdər tərkibimiz var, müəyyən şəxsi cümləmizdir, amma tamamlıq da işlənməlidir. Daha doğrusu işlənmişdir. Anlamalıyıq nəyi? Bugünkü gənclərin necə böyüdüyünü. Buna görə bu da bizim şərtimizi ödəmir. Altın sual, mətnə əsasən yanlış fikri müəyyənləşdirməyimizi istəyir. Bitkilərdə maqneziumun orta hesabla 0,07 kütlə faizi miqdarındadır. Maqnezium çox böyük işdə günəş enerjisinin akkumuliyasiyasında iştirak edir. O, xlorofil molekulunun tərkibinə daxildir və molekulun mərkəzi atomudur. Xlorofil günəş enerjisini udur və onun köməyi ilə karbon qazı və suyu mürəkkəb üzüm maddələrə, şəkərə, nişastaya və s. köçürür. Maqnezium ribosomunun məcburi komponentidir. Onun iştirakı ilə ATF ilə birlikdə zülalın biosintezi zamanı amin turşularının nəqliyyatı RNT ilə əlaqələnmə baş verir. Maqnezium ionları zülal molekulunu yumaq kimi tikir və bununla da zülal molekullarının strukturunun saxlanmasını təmin edir. Maqnezium ATF sintezini katalizləşdirir. Qəribə bir termin də var. Alma turşusunu limon turşusuna, tuş rəngi turşusuna, qarışqa turşusuna və karbon qazının çevrilməsini ferment sistemini aktivləşdirilmiş olur. Nə istəyir bizdən? Mətnlə bağlı yanlışım. Deyir ki, maqnezium bitkinin daxili strukturunu möhkəmlədir. Bəli, doğru bir fikirdir. Burada deyirdim. Zülal molekulunu yumaq kimi tikir və bununla zülal molekullarının strukturunun saxlanmasını təmin etmiş olur. Bu doğru bir fikirdir. Çünki zülal molekulları daha çox proteinlə bağlı olan bir şeydir. Bu da güclənməyə kömək edəcək. Bu maddə yaşıl rəng dəyişicinin əsas hissəsidir. Və qida hazırlanma prosesini idarə etmiş olur. Bu da doğru bir fikirdir. Burada rəng çevrilmə məsələsini görə bilirik. Həmçinin xlorofillə bağlı məsələ var. O da yaşıllıqla bağlı məsələni ifadə etmiş olur. Xlorofilin adının orada çəkilməyi həmin o yaşıllıqla bağlı əlaqəni qurmağınıza kömək edəcək bir məsələdir. Ola bilər ki, bunun mənasını bilməmək ona problem yarada bilər. Çünki əsasən xlorofil daha çox həmin o yaşıllığı verən bir maddə olmuş olur da. Bu doğru bir fikirdir. Maqnezium bitkidə həm enerji tutma, həm də quruluş işlərində çalışmış olur. Bu da doğru bir fikirdir. Maqneziumda defisit yarandıqda bitkinin müxtəlif inkişaf sistemləri aktivləşir. Əksinə aktivləşməz axı. Maqneziumda defisit yaranmaq maqnezium azalmağı deməkdir. Əksinə maqnezium çoxalmalıdır ki, lazım olan tikinti məhsulu olsun və zülal molekullarının strukturu saxlansın. Olmadıqda isə defisit yaradanda isə həmin o struktur dağılmağa doğru getmiş olacaq, yəni parçalanacaq. Bu komponentin miqdarı bitki sağlamlığı üçün vacibdir. Doğru. 7-ci sualına davam edəsək, hansı cümlələrdə ədəb dilinin bir norması pozulub? Küçə qapısında dostuyla xeyli danışdıqdan sonra cavanın ürəyə qayıtdı yerinə. Ürəyə qayıtdı yerinə ifadəsində leksik norma pozulub. Həmçinin fikir versəz, yer dəyişmə var, qrammatik norma pozulub. Ona görə bir atdım kənara. Sənem arvadın əlini ağdan qarıya dəydirməyə qoymazlardı. Burada qoymazlardı yox, qoymazdılar olmalıdır.
Həmçinin əlini ağdan qaraya dəydirmək yox, ağdan qaraya vurmaq olmalıydı. Həm leksik normanı pozdu, həm də qrammatik normanı pozdu. Bunu da atdım kənara. Daha sonra sənin günahın odur ki, əvvəl özünü görməzliyə vurdun, sonra da gəlib körladın işləri. İşləri körladın olmalıdır. Burada sadəcə qrammatik norma pozulub. İşğal etdiyi yerlərdə Çingiz xana tabe olmaq istəməyən hökmdar yox idi. Burada elə ki, bir dənə norma pozulma məsələsini görməyim, mesela norma pozulması yoxdur. O bütün söhbətləri daş səbri ilə dinləyir, cavab verməyə ağlının ucundan keçirmirdi. Burada sadəcə fonetik normanın pozulması var. Ekskavator isə ambarların işinə nəzarət etməyə başladı. Ekskavator ifadəsinə diqqət etmək lazımdır. Ekskavator şəklində yazılacaq bir ifadəmizdir bu. Ekskavator. Yəni kvator yox, kavator olmalıdır. Bu da fonetik normanın pozulmasıdır. 3, 5, 6 olmalıdır bizim sualımızın doğru cavabı. 8. Amonimli olan frazoloji birləşməni istəyir bizdən. Elə A variantı olacaq. Qursağı dağılmaq ifadəsi amonimli olan frazoloji birləşməmizdir. Həm bir mənası var darıxmaq, bir mənası var arıqlamaq, ürək üzülmək məzmununa gələn nümunələr. Şundan çıxmaq, unutmaq mənası ifadə edilmiş olur, yaddan çıxarmaq ifadəsindən sinonim ola bilər, amma bir dənə tərəfi var da bunun. Sonra gününə yanmaq ifadəsi kimisə halına acımaq mənasını ifadə edilmiş olur. Bunun da bir dənə mənası var. Kimisə qayğısına qalmaq mənasını ifadə edəcək də. Daha sonra bərk vurmaq ifadəsi bu adətən günəşlə bağlı işlənmiş olur və yaxud da ki, nəsə işıq verə biləcək, parlayacaq, nələrlə bağlı işlədə biləcəyimiz nümunədir. Burun ucu göynəmək darıxmaq mənasını verir frazam olaraq. Həqiqətən soyuqdan burun ucu göynəmək mənasında isə bu ifadə frazoloji birləşmə olmadığına görə amonimlik yarada bilməz. Daha sonra 9-cu sual. Mətnə bağlı verilən fikirlərdən hansılar doğrudur? Azərbaycan Respublikasının baş nazirini Azərbaycan Respublikasının Milli Məclisin razılığı ilə prezident təyin edir. Və baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən 1 ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən 2 həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Azərbaycan Respublikasının baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən 1 həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının baş nazir vəzifəsinə təyin olunmasına 3 tərəfə razılıq verilməzsə, Azərbaycan Respublikası prezidenti Azərbaycan Respublikasının baş nazirini Milli Məclisin razılığı olmadan təyin edə bilər. Aha, necə görək nə istəyir bizdən? Doğru, yanlış və ehtimal məsələləri. Deyir ki bizə, prezident yalnız bir namizəd təqdim edə bilər fikri mətnin məzmunu ilə səsləşmir. Doğru bir fikirdir. Elə bir nümunə yoxdur axı. Ki yalnız bir məzmun, daha doğrusu bir nəfər təqdim eləməlidir. Və baş nazir vəzifəsinə təyin olunmasına 3 dəfə razılıq verilməzsə, bu o deməkdir ki, ola bilər ki, 3 fərqli adam təqdim oluna bilər. Yəni, səsləşmir, bir doğru fikirdir. Baş nazir vəzifəsinə təyin olunma prosesi 2 aydan çox çəkə bilər. Xüsusilə də əgər Milli Məclis 4 fərqli namizədi rədd edərsə. Mətndə elə bir şey yoxdur. Adətən 2 həftə müddətindən gec olmayaraq müzakirəyə təqdim edilmiş olur və 1 həftədən gec olmayaraq da qərar qəbul etmək lazımdır. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi prezident istənilən an təqdim edə bilər. İstənilən an təqdim edə bilməz axı. Baş nazir vəzifəsində kimsə varsa götürüb orada vəzifədə adam olanda məsəl üçün təqdim edə bilməz. Baş nazir vəzifəsi boş olmalıdır ki, ondan sonra həmin o 2 həftə müddətindən gec olmayaraq müzakirə təqdim edilsin. Milli Məclisə baş nazir vəzifəsinə namizədlik haqqında qərarı 1 həftədən gec olmayaraq qəbul etməlidir. Aha, bu mətndə var idi. Daha sonra Milli Məclis baş nazirin namizədliyini təsdiqləməkdən imtina edə bilməz. Bu ehtimal deyil, doğru bir, yanlış bir fikir. Nə deyirdi burada? Bizə nə deyirdi? 3 dəfə razılıq verilməzsə, demək ki, onlar namizədliyi təsdiqləmək fikrindən uzaqlaşa bilərlər ki, biz bunu qəbul etmirik, deyə bilərlər. Bu zaman artıq birbaşa prezident özü təqdim etmiş olur. Əgər Milli Məclis namizədlə bağlı 1 həftə ərzində qərar qəbul etməzsə, bu namizədin rədd edilməz kimi qəbul edilə bilər. Ehtimal bir fikir kimi verə bilərik. Çünki 1 həftədən gec olmayaraq təsdiqləməlidirlər. Əgər etməyiblərsə, biz onu oradan düşünə bilərik ki, artıq onu qəbul etmək istəmirlər. Ona görə cavab A variantı ola bilər. 10-cu sual. Sizə demişdilər ki, bunların bəzi yalnız burada olacaq. Hal-hazırki nümunədə 2 bağlayıcıdır. Və sizə demişdilər ki, sual çıxır nəyi? Cümlə tamamı burada o cümləsi deyir. Əgər mən 2-ni gətirib fərqləndirilən hissənin əvəzidən sonraya keçirsəm, nə baş vermiş olacaq? Fərqləndirilən hissənin əvəzidən sonra keçirsəm, belə olacaq da. Sizə 2 demişdilər, bunların bəzisi yalnız burada olacaq. Bu vəziyyətində işlətsək, artıq 2 bağlayıcı olmaqdan çıxır, keçir olur ədat rolunda. Cümlənin məqsəd və intonasiyaya görə növü dəyişəcəkmi? Sizə ki demişdilər, bunların bəzisi yalnız burada olacaq. Bəli, bayaq sual cümləsi idi. Artıq bu cümlə keçib nəqli cümlə halında işlənə bilir rahat şəkildə. Ona görə mən A-nı yaza bilərəm bura.
qəbulla düşən sualdır. Fərqləndirilən hissənin ammonium əmələ gətirilməsi dəyişməyəcək. Bayaqları bağlayıcı idi, ədadla ammoniumdur. İndi olacaq ədad bağlayıcı ilə ammonium olacaq. Yəni biz B-ni yazırıq ikinci. Baş və budaq cümlənin bağlanma vasitəsi dəyişəcək. Bayaqları ki bağlayıcı ilə bağlanırdı, indi isə sadəcə intonasiya ilə bağlanacaq. Budaq cümlənin baş cümlədə buraxılan özünün yerində işlənməsi dəyişməyəcək. Çünki əvəzi qəb yoxdur, istənilən halda. Budaq cümlədə mürəkkəb feilin işlənməsi, budaq cümlədə mürəkkəb feil yoxdur. Olacaq orada müstəqildir. Budaq cümlədə mürəkkəb feilin işlənməsi bu ümumiyyətcə yanlışdır. Mürəkkəb feil işlənmir. Bizə dəyişən və dəyişmə məsələni tapmaq lazımdır. Yanlış olan bir şey üzərindən nəsə axtara bilməliyik. Ona görə cavab olacaq E variantı. 11-ci sual. Mətnə əsasən uyğunlaşdırmaq lazımdır. Yaxınlaşdıraq oxuyaq. COP27 və 28 tədbirlərində və digər tədbirləri təqdim edən məlumatlar göstərir ki, iqlim dəyişikliyindən çox məruz qalan ölkələr və ərazilər inkişaf etmiş ölkələr tərəfindən təbii resursları 100 illər ərzində istismar edilmiş və ya ərazisində nüvə sınaqları, kimyəvi silahlar sınaqdan keçirilmiş ölkələrdir. Ona görə də inkişaf etmiş ölkələr bugün onlara pənah gətirən iqlim dəyişikliyi qaçqınlarının qarşısında öz tarixi və əxlaqi hüquqi məsuliyyətlərini dərk edərək həmin insanların yeni mühitə uyğunlaşmasına və layiqli həyatla təmin edilməsinə həm hüquq, həm də maliyyə dəstəyi verməlidirlər. Bununla yanaşı inkişaf etmiş dövlətlər iqlim dəyişikliyinə məruz qoyduqları ölkələrin və ərazilərin qorunması və təbiətin bərpası üçün tələb olunan məbləğdə maliyyə vəsaitləri ayırmalı, geniş miqyaslı yaşıl iqtisadiyyat layihələri həyata keçirməlidir. Ekoloji ehtiyatlarının yerinə yetirilməməsi beynəlxalq münaqişələrin kəskinləşməsinə səbəb olub. Biz mətndə belə bir şey görə bilmirik. Ki ekoloji öhdəlikləri var idi bu dövlətlərin ki, bunu da yerinə yetirmədiklərinə görə kəskin beynəlxalq münaqişələr yaranmışdı. Belə bir mətndə doğru fikir tərəfimiz yoxdur. Bəzi cəmiyyətlər ekoloji böhran səbəbilə öz torpaqlarını tərk etməyə məcbur olmuş şəxslərə həm qanuni, həm də iqtisadi yardım göstərməli, bunu da borc olaraq qəbul etməlidir. Bəli, mətndə bundan danışırdı ki, hansı ki, gedib öz müəyyən silahlarından, nüvə olsun, kimyəvi olsun, onların ölkələrini həyata keçirib onlara zərər veriblərsə, indi onlara dəstək olmalıdır. Mətn bunu dəstəkləyirdi. COP27 və 28 konferansları yalnız inkişaf etmiş ölkələrin ekoloji problemlərindəki rolunu müzakirə edir. Digər faktorlar nəzərə alınmayıb, təbii ki, bu da yanlış bir fikirdir. Çünki yalnız inkişaf etmiş ölkələrin ekoloji problemlərindəki rolunu müzakirə edib, belə bir məhdudiyyəti görə bilmirik biz. Bu gedəcək. İqlim miqrantları daha çox təbii resursları uzun müddət istismar edilmiş və ya ərazisində nüvə və kimyəvi silah sənayesi keçmiş ölkələrdir. Bəli, iqlim miqrantları yəni olduqları yerləri mövcud iqlim şəraitinin dəyişməyinə görə tərk edən insanları nəzərdə tutur. Ekoloji kompensasiya ödənişləri nüvə silahları keçmiş ərazilərlə məhdudlaşdırılmalıdır. Bu da onunla məhdudlaşdırılmalıdır demir. Çünki sadəcə mətn bizdən nəyə danışır? Deyir ki, təbii resursları 100 illər ərzində istismar edilmiş və ya ərazisində nüvə sınaqları, kimyəvi sınaqlar sınaqdan keçirilən ölkələrdir. Yəni, həm ola bilər ki, orada nüvə sınaqları, kimyəvi silahlar sınaqdan keçilə bilər. Həm də ola bilər ki, inkişaf etmiş ölkələr tərəfindən onların təbii resursları, məsələn, bir yerin təbii qızılı var, gəlib onları tökürlər, əllərindən alıblar. Bu tipli ölkələr də ora aid edilmiş olurdu. Ona görə 1-ə B-nin 2-yə də C və E-də verilən fikirlər getməlidir. 12-ci sual. Neçə fikirdə nöqtələrin yerinə istənilən halda sözlərini yazsa fikir doğru olar. Baxaq. Əslində neçə yox, neçənci olmalıdır burada, neçənci fikirlərdə. Tərkibində H samiti olan sözdə Cingitri qarşılamayan samit olur, bəli. F varsa H-nın Cingitri qarşılığı yoxdur deməkdir. Tərkibində dır şəkilsi olan söz icbar növdə olur. Təbii ki, bu yanlışdır. Çünki dır ola bilər qrammatik olar, ola bilər məsəl üçün bildirmək, yandırmaq tipli sözlər olar ki, bunlar da icbar növdə deyil. Sonra sifət dərəcə əlaməti qabiliyyət dərəcələrə görə dəyişə bilir. İstənilən halda dediyinə görə yanlışdır. Elə sifətlər var ki, 1-2 dərəcəyə görə dəyişə bilmirlər. Yalnız adi dərəcədə işlənmiş olurlar. Məsəl üçün tarixi sözü. Biz bunu ən tarixi, lap tarixi deyə dərəcəyə dəyişməmiz mənasızdır. Çünki bir məlumat ya tarixi, ya tarixi deyil. Bunun əni, azı, ortası bir şey olmur da. İsimləşən sifət dərəcə bildirmə əlamətini itirmir. Bəli, sifət isimləşəndə, məsəl üçün, deyək ki, meyvələrin qıpqırmızılarını götür. İsimləşib deyə biz onu avtomatik adi dərəcəyə ata bilmirik ki, yenə də çoxaltma dərəcəsində qalır. Və yaxud da ki, gözəllər gəldi, adi dərəcədə də yenə də. Tərkibində mübtəda və xəbər olan cümlədə şəxsə görə uzlaşma əlaqəsi olur, poza da bilər. Oxuyan mənəm tipli nümunələrdir. Ona görə cavab B-dir. İlk abzas digər abzaslardan hansı cəhətinə görə fərqlənmiş olur? Bunların arasındakı fərqi müəyyənləşdirməliyik. Palda ağzının qışda necə göründüyünü xatırlayırsınız. Qalın, güclü gövdə, dərin dolama çatlarla örtülmüş tünd qabıq, ağız nə qədər yaşlı olarsa bu çatlar və qırışlar bir o qədər dərinləşir. Palt budaqları isə düz deyil, hamar deyil. Cizgiləri qırıq-qırıq, bucaqlı, itidir. Bu ağaclar çətin və ağır həyat yolu keçmiş, çoxlu çətinliklərə sinə gəlmiş, onlara qalib gəlmiş insanlar kimidir. Palda ağacları 55 metrə qədər hündürlüyü, qalın gövdəsi olan ağaclardır.
Onlar işığı sevir və tumurcuqları işıqdan asılı olaraq mövsümdə bir neçə dəfə böyümə istiqamətini dəyişir. Buna görə köhnə palıtların budaqlarında qəribə əyilmələr var. Palıd ağaclarında may ayında yarpaq və çiçəklər yaranmaya başlayır. Ancaq palıd meyvələri yalnız avqustun əvvəlində böyüməyə və formalaşmaya başlayır. Qozalar sentyabrın ikinci yarısında noyabr ayına qədər yetişir. Birinci abzasdan digərlərini fərqlərini tapırıq. Elliptik cümlələrdən istifadə olunmuşdur. Elliptik cümlələr ixtisara yer verilmiş cümlələrdir ki, biz birinci verilən nümunədə elə cümlələr görürükmü? Görmürük. Ona görə bir fərqli cəhət deyil. Obrazlı ifadələrə yer verilmişdir. Bəli. Birinci verilən nümunədə obrazlı ifadə yer verilmişdir. Digərlərinə baxsaz, daha çox informativ fikirlərdir. Məsələn, burada fikir ver. Bu ağaclar çətin və ağır həyat yolu keçmiş, çoxlu çətinliklərə sinə gəlmiş, onlara qalib gəlmiş insanlar kimidir. Ona görə ki, nəzərə ala bilərəm. Mətnin ümumi üslubuna uyğun olmayan ritorik suala rast gəlinmiş olur. Bəli. Normalda məlumat vermə xarakteri daşımış olur, amma biz bədii sualı burada görməli deyilik. Və birinci verilən nümunədə bədii sualı görmüş oluruq. Yəni, palıd ağacının qışda necə göründüyünü xatırlayırsınız. Bunu verməklə bu onsuz da səndən istəmir ki, sən hə, yox, bəli, xeyr cavab verəsən. Sadəcə olaraq palıd ağacının ilkin olaraq düşünməyini və artıq növbəti gələn məlumatlarla onu əlaqələndirməyini istəyir. Təşbih və epitet ağacının təsvirinin bədii gücünü artırmışdır. Təbii ki, doğru bir fikirdir. Cavab 2-3-4 olacaq. Palıd ağacının görüntüsü sözlə ifadə olunmuşdur. Bunu digərində də görə bilərsən. Fikir ver, burada hündürlük, qalın gövdə məsələsinin görüntünü sözlə ifadə edilməyi var. Bütün məqamları nəzərə alsaq, hansı sözlərin tərkibində bir leksik şəkilçi olduğunu əminliklə demək olar. Bir leksik şəkilçi ayaqlaşmaqda, ayaq sözün kökü laş leksik, maq qrammatik olur və ayaqlamaq sözü dilli olsa da, ayaqla və ayaqlaş arasındakı uyğunsuzluğa görə biz burada laşıq parçalamırıq. Tünlük sadə sözdür. Bəzən bu kimi nümunələrdə, məsəl üçün, tünlük sözüdür və yaxud da ki, ola bilər ki, başqa hansı bir söz görərsən, səni elə aldadırlar o sözə. Nəyinə görə? Sən bilirsən ki, dilimizdə lük deyə şəkilçi var da. Sən gəlirsən buna baxırsan, da fikirləşmirsən də tün varmı, yoxmu? Buna bənzər məsəl üçün qələbəlik sözü var. Hansı ki, qələbəlik nə deməkdir? Elə tünlüklə sinonimdə çoxluq, adam çox olan, basabas deməkdir. Dilimizdə də qələbə sözü var. Yəni, qələbə ilə həmin o qələbəlik arasında hansı məna yaxınlığı var ki, sən durub qələbəlik sözünə düzəltmə deyəsən. Həmin o tünlük mənasını ifadə edəndə. Və yaxud da ki, dildə tün deyə bir söz olmadığı halda biz niyə gəlib tünüyə düzəltmə deməliyik? Sözün quruş növü ilə bağlı öyrəndiyiniz qaydalar tətbiq edin. Mən daha çox müşahidə etdiyim bu kimi nümunələrdə qabağına söz çıxan, görmədiyi bir söz çıxan və yaxud da ki, təkrar görsə də diqqət eləmədiyi söz çıxan 99% deyərəm, hamı eyni şey eləyir. Sözün kök və şəkilçiyə ayıranda belə bir sözün olub-olmadığını axtarmadan sadəcə sözə kör-körana baxır. Deyir, burada lıq var da. Orada lıq yoxdur. Axı, sən orada lığın şəkilçi kimi necə vardığına danışa bilərsən. Sözün axtarın, araşdırın, söz bazanızı inkişaf elətdirin. Bu, birdən-birə düzələn bir şey deyil. Sən söz bazanını inkişaf elətdirilmədiyin müddətcə səni gətirib belə bəsit sözlərlə aldadacaqlar. Məsələn, gətirib sənə verəcək oğurluq sözünü, sən deyirsən, burada lıq var, demək düzəltmədir də. Aləm qatacaqsan bir-birinə. Amma sadə sözdür. Tünlük olsun, qələbəlik olsun, oğurluq olsun. Demək, biri götürdüm, ikini götürmədim. Daşlaşmaq. Burada qarşılıq növü ola bilər. Yəni, bir leksik şəkilçi ola da bilər, olmaya da bilər. Sonra satış isim olaraq işlənir və yalnız bir leksik şəkilçi ilə işlənir. Başqa da bir tərəfi yoxdur, leksik ola bilmir. Amma burada vuruşdurmaq leksik ola bilər. Vuruşmaq, vuruşdurmaq. İki leksik kimi düşünə bilirsən. Və yaxud da ki, vuruşdur, döyüşdür mənasında bir leksik şəkilçi isim kimi də düşünə bilərsən. Sən bütün variantları nəzərə almaq istədiyinə görə cavab verin. 15-ci sual bayaqki mətndən bağlıdır və uyğunluğu istəyir bizə. Deyir, palıtların budaqlarındakı qəribə əyilmələr ağacın işığı sevməsi ilə əlaqələndirilmiş olur. Gəl baxaq. Nə deyir bizə? Deyir ki, onlar işığı sevir və tumurcuqlar işıqdan asılı olaraq mövsümdə bir neçə dəfə böyümə istiqamətini dəyişir. Doğru fikirdir. Qabana yanlış yazıb attım kənara. Palıd ağacının müxtəlif aylarda hansı vəziyyətdə olmasından bağlı fikir verilmişdir. Bəli, müxtəlif aylarda nə deyildi? Bir neçə dəfə böyümə istiqamətini dəyişir və buna görə də qəribə əyilmələri var idi. Bu uyğun fikirdir. Palıd ağaclarının gövdəsi qalın və güclü olur. Budaqları isə düz və hamar olmur. Bəli, budaqları düz və hamar olmur. Həmçinin qalın və güclü olur. Düzdürmü? Sən burada diqqət edəcəksən nəyə? Bizə deyir ki, gövdəsi qalın və güclü olur. Biz onun gövdəsini gördük. Qalın gövdəsi olmuş olurdu. Həmçinin palıd ağacının zahiri görünüşünü bizə təqdim edir də, budaqları deyir düz deyil, hamar deyil, cizgiləri qırıq-qırıq bucaqlı itidir. Yəni, budaqları düz və hamar olmur ifadəsi bu doğru bir fikirdir. Qabana yanlış yazın, attım kənara. Sözü gedən ağacın yalnız yay fəslindən başlayaraq çiçəklədiyi bəlli olmuş olur. Yanlışdır. Burada elə bir yay ilə bağlı məhdudlaşdırma yoxdur. Ona görə bunu attım kənara.
Yaşlı ağaclar dərin çatlara sahib olurlar. Doğru bir fikirdir. Mətndə bunu deyirdi. Ağacın uzun illər yaşadığını da göstərə bilir belə bir şeylər. Ona görə cavab olar 2, 4 və 5-də verilənlər. 16-cı sual. Güman ki bunlar nöqtələrin yerinə yazacaq cümlələrə əsasən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Biz burada diqqət eləməliyik bunlar ifadəsi ilə cümlələrin arasındakı əlaqəyə. İndiyəcən mehriban olan, aralarından su keçməyən dostlar. Əgər biz birincini götürsək, işlənəcəkdir əlavə kimi. Amma ikincini götürsək, ümumiləşdirici söz kimi işlənəcək bunlar. Bunlar, yəni buraları görməmiş adamlar, uzaqdan gələn qonaqlar. Fikir verin, ümumiləşdirici söz kimi işlənmiş olur. İndi uyğunlaşdırmağa çalışaq. Cümlədə mübtədanın əlavəsi işlənib tirə işarəsi bərpa ediləcək. Bu, A-da veriləni yaza bilərəm birinciyə. Tabesi əlaqəsi işlənmiş bu nümunədə qoşa nöqtə işarəsi bərpa ediləcək ikinciyə aid. Çünki ümumiləşdirici sözlə işlənmiş olacaq. Həmciz təyinlərin işləndiyi bu nümunədə işarə əvəzli ümumiləşdirici söz kimi işlənəcək. Yenə ikinciyə yaza bilirik. Çünki bunları görməmiş, uzaqlardan gələn həmciz təyin olacaq. Düzdürmü? Yanlışdır. Burada bizim hər hansısa bir həmciz təyinimiz olmur. Avtomatik variant səni yönəldir və sənin fikrini yanıldır. Amma sən diqqətli olmalısan ki, buraları görməmiş adamları uzaqlardan gələn qonaqları izah eləmiş olur. Təyin həmciz olmaq üçün ikisi də eyni sözü izah eləməli idi. Demək, həmciz təyinlərin işləndiyi bu nümunədə işarə əvəzi ümumiləşdirici söz kimi işlənib, işarə əvəzi ümumiləşdirici söz kimi işlənmək ikincidədir. Amma orada həmciz təyin olmur. Ona görə biz çox rahat şəkildə C-ni atırıq kənara. Həmciz mübtədalar işlənmiş bu nümunədə buraxılan duruq işarəsi tabes mürəkkəb cümlənin tərəflərində də işlənə bilər. Bu, həmciz mübtədalar işlənmiş nümunə deyir bizə. İkincidə görürük. Həmciz mübtədalarımız var. Adamlar və qonaqlar sözü buraxılan qoşa nöqtədir. Qoşa nöqtəni biz aydınlaşdırma və tabes mürəkkəb cümlənin komponentlərində işlədə bilirik. Ona görə D-ni yaza bilərəm bura. Daha sonra mübtədanın əlavəsi işlənmiş bu nümunədə təyinlər və sifət tərkiblə ifadə olunmuşdur. Mübtədanın əlavəsi işlənmiş bu nümunədə təyinlər və sifət tərkiblə ifadə olunmuşdur. Baxaq, aralarından su keçməyən ifadəsi var. Bu frazoloji birləşmədir. Həm də ki, əlavə olanda artıq əlavənin əvvəlinə gələn təyin müstəqil təyin kimi götürmürük. Hamısı bir yerdə bir cümlə özü kimi dəyərləndiririk. Eyni yazacağımız hər hansı bir tərəf yoxdur. Daha sonra 17-ci sual. Hər kəs öz fikirlərinə nə düşünürsə, elə onu da danışırdı. Cümləsi ilə bağlı doğru fikir. Altına xətt çəkilən söz bağlayıcı sözdür. Bu da cümlədə işlənmişdir. Baxmağa çalışaq. Hər kəs öz fikirlərində nəyi düşünürsə, onu danışır. Hər kəs düzdür, tabeldə bağlayıcı söz ola bilər. Amma bu cümlədə bağlayıcı söz deyil. Çünki bu cümlənin bağlayıcı sözü qeyri-müəyyən təsir yolu nə əvəzli idi. Və qarşılıq sözlə də bunların əlaqələnməyindən, cümlənin növünə əsasən bunları müəyyənləşdirə bilərsən. Ona görə A variantı yanlışdır. Şərt budaq cümləsidir. Xeyr. Çünki burada onu sözü var. Harda sasə görəndə adətən yoldaşlar qaçıb şərt budaq cümləsi götürürlər. Dəfələrlə danışılsa belə. Sənin diqqət edəcəyin məsələ bir, cümlənin əvəzi qəlbi varmı, yoxmu? Baş cümlədən hansı sual çıxır? Cümlənin növünü bunlar əsasında müəyyənləşdirib ondan sonra baxmalısan. Onu əvəzi qəlibdir və tamamlıq mövqeyində çıxış edir. Demək ki, bu cümlə şərt budaq cümləsi deyil, tamamlıq budaq cümləsidir. Bağlayıcı söz qeyri-müəyyən təsiri əldə olan əvəzlikdir. Bax, bu doğrudur. Budaq cümləsi sadələşdikdə adlı qaldı yox, təsiri əldə olan əvəzliyin yerində işlənəcək. Baş cümlədə qarşılıq söz işlənib, lakin bağlayıcı sözlə eyni halda deyil, səhv hər ikisi təsiri əldadır. Neçə sözün vurğusunun fərqli düşünülməsi onun ümumi qrammatik mənasına təsir etsə də quruluşuna təsir etmir. Aha. Bax, elektrik sözü istənilən halda isim olaraq qalır. Bunu atıram kənara. Satirik sözü həm sifət ola bilər, həm isim ola bilər. Vurğunu sona salsam sifətdir, sondan əvvəl salsam isimdir. Miksiyası dəyişir, amma quruluşca sadə olaraq qalır. Bildir sözü feil olsa düzəltmədir, zərf olsa sadədir. Quruluşuna təsir etdi. Daha sonra alın sözü məhsul növdə olan feil ola bilər, alınmaq mənasında. Sonra insanın alını ola bilər. Bu vəziyyətdə vurğuları fərqlənmir. Siz bunları alın. Feil kimi olanda isə vurğu birə düşmüş olur. Düzdür, bunun vurğusuna görə fərqli düşünürük. Ümumi qrammatik mənasında təsiri quruluşuna da təsirdir. Quruluşca da fərqli düşünə bilirik biz bunu. Alma sözü. Həm düşünə bilərik alma, həm də düşünə bilərik alma vəziyyətində də iki variantı da var. Və istənilən halda da quruluşca sadədir, feil və isim kimi. Ona görə cavab olur bu. Üzərində rəqəm qoyulan hansı sözün şərhi kontekstdəki mənasına uyğun deyil. Baxaq. Birinci gövdədir. Gövdə ağacın kolun budaqlarının təpəsinə qədər olan hissəsi. Bu doğru fikirdir. İkinci verilən nədir? Qırışlar. Bu çatlar və qırışlar. Burada üz bədən dirisində əmələ gələn dərin cizgidir. Düzdür, qırış sözünün o mənası var. Amma insanın üzündəki olan qırışlar mənasını ifadə edəndə biz onu götürə bilirik. Amma buradakı qırışlar insanın üzü ilə bağlı olan qırış mənasını ifadə eləmiş olmur. Çünki ağacın üzərində əmələ gələn çatlar qırışlardan danışmış olur. Yəni, nələrinsə bir növü qatlandığı, büküldüyü yer və yaxud da ki, bükülmüş yeri mənasında, bürüşmüş yeri mənasında bunlara gəlib çıxacaq tərəfdir. Cavab B-dir.
Sonra tumurcuq qaydasındadır, mövsüm qaydasındadır, qozalar bu da qaydasındadır. Burada bir sıxıntı yoxdur. 20-ci sual. Mətnin məzmunundan səsləşən fikirləri müəyyənləşdirməyimiz lazımdır. Qaçaq Nəbinin atası ailəsindəki çətinliklər ucbatından ona aşağı Moğollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyir. Nəbi bu haqsızlığa dözməyib mülkədara müqavimət göstərir və bundan sonra qaçaq düşür. Nəbinin qaçaqçılıq həyatı 1875-ci ildən başlayır. Kəndlilərdən ibarət dəstə düzəldib Naxçıvan və Zəngəzur qəzalarında Çar rejiminə və zülmkar bəylərə qarşı mübarizəyə başlamış olur. Sonra Nəbinin qaçaqçılıq fəaliyyətinin başlaması sosial ədalətliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də dəfələrlə həbs olunması rejimə nifrəti daha da artırırdı. Nəbi dəstəsi ilə birgə kəndliləri zalımlardan müdafiə edir və mülkədardan var-dövlətdən əlinə alaraq onlara paylayırdı. Bizdən səsləşən fikirləri istəyir. Nəbinin qaçaqçılıq həyatına başlaması sosial ədalətliyə qarşı bir reaksiya idi. Bəli, biz mətndə bunu görə bilirdik ki, sosial ədalətliyə qarşı barışmaz münasibətindən irəli gəlmiş olurdu. İctimai dəstək və təşkilatçılıq bacarığı Nəbinin mübarizəsinə ona dəstək olan əməllərdəndir. Doğru fikirdir. Nəbi sosializm prinsiplərinə uyğun olaraq kasıblara əl tutur. İnsanlar arasında ideologiyanı doğru yayırdı. Sosializm prinsiplərinə qarşı çıxırdı bu adam. Ona görə bu doğru bir fikir deyil. Nəbinin qaçaq kimi bir həyata başlaması 19-cu əsrin ikinci yarısına təsadüf edir. 1875-ci ilin 19-cu əsrin ikinci yarısıdır. Nəbinin və dəstəsinin fəaliyyətləri nəticəsində sosial bərabərsizlik aradan qalxır. Hardaydı o günlər? Elə şey təbii ki, yox idi. 21-ci sual. Deyir ki, nümunədə yalnız iki məqamda vergül işarəsi buraxılmışdır. Bunu nəzərə alaraq cümlə haqqında hansı fikirlər mümkün deyə bilərik? Bax, o sözünün doğrusu qəlbimə dəydi. Burada verilən nümunədə biz iki məqamda doğru işarəsi buraxıldığını nəzərə alaraq nələrə diqqət etməliyik? Sözün doğrusu və doğrusu ifadələrini iki cür düşünmək məsələsi var burada. Həmin onları ayırsan, çox rahat şəkildə də bunu tapacaqsan. Qəlbinə dəydi ifadəsi bu cümlənin xəbəridir. Düşünə bilərsən, nə? Sənin sözün, hansı sözün, o sözün doğrusu da olacaqdı modal söz. Bir bu vəziyyətdə düşünə bilərsən. Sonra yenə qəlbimə dəydi. Kim? O mübtədə olur. Və sözün doğrusu da ara söz olaraq biz iki dənə vergül işarəsini qoyuruq. Yəni onu həm mübtəda, həm təyin kimi düşünə bilərik, həm şəxs, həm işarə əvəzi kimi düşünə bilərik. Cümlədə şəxs əvəzliyi var, əminliklə deyəcəyimiz bir fikir deyil. Cümlə üzvü kimi təhlil edilməyən söz və ya sözlər var, həmçinin nümunədə ara söz var, bəli. İstənilən halda ya doğrusu ya da sözün doğrusu ara sözdür. Və bunlar cümlə üzvü kimi təhlil edilmiş olmurlar. Cümlə mübtəda ilə başlayır, təyinlə də başlaya bilər. İsimlər mənsubə şəxsi qəbul etmişdir, isimlər deyir bizə. Qəlbimə dəydi ifadəsi frazemdə onun tərkibindən isim ayırmırıq. Bizim burada bir dənə söz sözü işlədə bilərik ki, sənin o sözün bu vəziyyətində mənsubiyyət qəbul edir. Amma sözün doğrusu olanda hal şəklisi qəbul etmiş olur. Ona görə bunu atdan kənara ən real, dəqiq cavabın olmalıdır 2-3-də verir. 22-ci sualdakı tərkibindəki ismin təyin rolunda olan müxtəlif cümlələr üçün hansı fikirlər istənilən halda ortaqdır? Cümlə sadə cümlənin şəxsə görə fərqli növləri ola bilər. Bəli. Biz bu nümunəni sadə cümlənin fərqli növlərini işlədə bilərik. Yəni ola bilər müəyyən şəxsi cümlə ola bilər. Məsəl üçün deyək ki, qızıl üzüyü aldım və qeyri-müəyyən şəxs ola bilər, qızıl üzüyü aldılar və s. Kontekstə görə fərqli cümlələr qura bilərsiniz. Təyin rolundan çıxış edən isim başlanğıc formadadır. Bu əminliklə deyə bilmərik. Çünki ola bilər ki, mənsubiyyət qəbul edə bilər. Məsəl üçün deyək ki, babası Azər gəldi. Hansı Azər? Babası Azər. Babası sözü başlanğıc formadan çıxmış olacaq artıq. Təyin roluna çıxış edən təyinin sualına cavab vermiş olur. Təbii ki, təyin roluna çıxış edən təyin sualına cavab verəcək. Həmin isimlə aid olduğu söz arasında əlavə söz işlənmişdir. Bu əminliklə deyilməlidir. Çünki bir ədatı o məqamlarda işlənə bilər, işləməyə bilər. 23-cü sual. Hansı mürəkkəb adların yalnız bir hərfinin yazısını dəyişməklə həmin mürəkkəb adların yazısındakı səhv aradan qaldırmaq olar? Dəyanət vəqfi bu kiçi ilə olmalıdır. Şərəf ordenində dırnaq məsələsi var. Biz ordeni kiçi ilə yazsaq belə yenə də düzəlmir. Dırnaq da gətirilməlidir. Cəlilabad rayon təhsil şöbəsi. Burada həm təhsil, həm də şöbənin hər ikisini böyüklə yazmaq lazımdır. Azərbaycan Respublikası milli qəhrəmanı. Burada dəyişəcək bir şeyimiz yoxdur. Kənd Təsərrüfatı Nazirliyində isə kənd sözünü kiçi ilə yazmaq lazımdır. Bu kiçi ilə yazsa o zaman səhv aradan qalxmış olacaq. Cavab olacaq 1-dən 5-də verilən fikir. Hansı cümləni birdən çox formada sintaktik təhlil etmək olar? Hamı yatmışdı, ancaq əli oyaq qalmışdı. Burada sintaktik təhlil olaraq fərqli düşünəcək tərəfimiz yoxdur. Bircə qadın hadisənin şahidi olmuşdu. Bircəni yalnız qadın hadisənin şahidi olmuşdu şəklində düşünə bilərik. Ədat olar. Bir də hadisənin şahidi olmuşdu. Kim? Qadın. Neçə qadın? Bircə qadın. Yəni də biri orada say kimi də düşünməyimiz mümkündür. Kimsə dərənin dibində ayaq izləri olduğunu dedi. Burada ikicə düşünəcək bir şey yoxdur. Nə bilək ki, sahib kəndə düşməyib. Burada da ikicə düşünəcək bir şey yoxdur. Harada gözəllik və sevgi varsa, şair orada olsa yaxşıdır. Burada da sintaks cəhətdən ikicə düşünəcəyimiz bir şey yox. Aşağıdakı cümlələri necə tamamlasaq, ismi müxtəlif hallarda düşünmək olar.
Bu kimi nümunələrdə iki başlı feillər axtarmaq lazımdır. Məsəl üçün itirdi, bitirdi, bu kimi nümunələrimiz var. Ona bənzər bişirdi sözü də var da. Sobada yemək bişirdi. Vurğunu sona salsan, kimsə sobada yemək bişirdi olur və yemək sözü təsiri yaldı olur. Bir də sobada yemək bişir idi. Bu zaman vurğu düşür ikiyə və yemək sözü adlı qaldı olmuş olur. Buna görə sənin cavabın olar bu variant. 26. Doyunca sözü feili bağlamadır. Başqa da bir tərəfi yoxdur. Doyana qədər tipli nümunələrlə əvəz edib sadəcə özünüzü çaşdıracaqsınız. Diqqətli olun və əvəz eləməyin. Demək feili bağlamada zərf deyil, ca qoşması yoxdur, təsriflənən feil deyil, düzəltmə yox, sadə sözümüzdür. Bu belə. Bu kitabları bizə şəhərdən gətirmişdir. Cümləsin morfoloji dəlinə aiddir. Feil şuuri keçmiş zamanda yox, nəqli keçmiş zamandadır. D orada hissəcikdir. İsimlərdən biri yönlü yal şəklisi qəbul etmişdir. Yönlü yal şəklisi qəbul edən biz əvəzliyidir. İşarə əvəzliyi bu kitablar hansı kitablar? Sifətin sualına cavab verir, sifət əvəz edir. Cəmi 3 fərqli hissəsi var, bəli. İsim var, əvəzlik var və feil var. Şəxs əvəzliyi hal və mənsubət şəklisi qəbul etmişdir. Qəbul edə bilir. Bu əvəzliyi hal qəbul etsə də mənsubət qəbul edə bilmir. Ona görə burada verilən fikrimiz yanlış bir fikir olmuş olacaq. 28. Verilən sözlər içərisində düzəltmə sayıların miqdarını müəyyənləşdirmək lazımdır. Baxaq. Azacıq quruca düzəltmə olan saydır. İkincilik isimdir. Milyonlarla düzəltmə sayıdır. Cütlük isimdir. Azlıq isimdir. Çoxlu, onuncu, yüzlərcə düzəltmə sayıdır. Bircə düzəltmə sayı ola bilmir. Cavab orada ədad kimi maksimum çıxış edər. Demək 1, 2, 3, 4, 5 dənə olmalıdır. Cavab olar A variantı. Hansı cərgədəki sözlərdə vurğu sonuncu hecaya düşür? Etnoqraf və ya epilepsiya bunlarda sona düşmür. Esse sondadır. Filosof 2-dədir. Sonra illüziya var. Adətən yanın əvvəlinə düşmüş olur vurğu. Sonra metafor ikinci hecadadır. Paradoks, sertifikat və defis. Bunlarda vurğu sondadır. Hansı cümlədə o əvəzindən sonra vergül işlənməlidir? Qəbul olmaq mürəkkəb feili bağlamadır. Vergül olmaz. Biz əvəzlikdir. Vergülə ehtiyacı yoxdur. Elə bil, sanki güya bunlar vergülə işlənmir. Get təsriflənən feili vergülə ehtiyac qalmır. Öz-özünə ifadəsi tərz hərəkət zərfidir. Ona görə vergül işarəsi qoya bilərsən. Ümumi bu qədər.